Salam əziz müdavimlər, mən FİS Akademinin Riyaziyyat fənni üzrə mentor müəllimi Ləman Hümbətova bugün sizlə növbəti çətin tiplərin ödənişsiz izahına baxacağıq. Ödənişli dərslərimizdən və sınaq qruplarımızdan, sürət qruplarımızdan yararlanmaq istəyirsinizsə, FİS Akademinin 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bilirəm ki, səbirsizlənirsiniz. Vaxt itirmədən suallarımıza başlayaq. Deməli, deyir ki, A məntəqəsindən 45 km/saat sürətlə avtomobil yola düşür. Bundan 10 saat sonra onun ardınca sürəti 75 km/saat olan ikinci avtomobil yola düşür. İkinci avtomobil birinci avtomobilə çatanda birinci avtomobil eyni sürətlə geri qayıdır. Amma ikinci avtomobil eyni sürətlə yoluna davam edir. Birinci avtomobil məntəqəyə çatanda ikinci avtomobil də dayanır. Buna əsasən birinci avtomobilin getdiyi ümumi yolun uzunluğunun rəqəmləri cəmi ilə ikinci avtomobilin 5 saata getdiyi yolun hasilini tapın. Deməli, ilk dəfədən bu məsələyə belə baxanda gözünüz qorxur, bilirəm. Deyirsiniz ki, müəllimə, nə qədər burada sözlər var, nə qədər burada cümlələr var. Bunun başını oxuyuruq, ayağı yadımızdan çıxır, ayağını oxuyuruq, başı yadımızdan çıxır. Başa düşürəm sizi. Hissə mən sizə indi deyəcəm ki, bu cür məsələləri necə eləmək lazımdır. Əsasən bu tip məsələlərdə ilk növbədə başlığını eləyin, sonuna baxmayın. Yəni, bu hissəyə hələ ki baxmayın, bu hissəyə baxmayın. Hələ ki başlığını eləyirik. Deməli, deyir, A məntəqəsindən 45 km/saat sürətlə bir maşın çıxıbdı yola. Tamam, çıxıbdı və bu 10 saat yolda olur. 10 saat yolda olursa, nə edirəm mən? Deyirəm 45 vur 10 bərabərdir 450. Və onun ardınca da 75 km/saat sürətlə ikinci avtomobil yola çıxır. Bu birinci avtomobildir. Bu 10 saat yolda olubdu. Bunu yuxarıdan yazım. 10 saat yolda olubdu. Birinci avtomobildir. Və bunun ardınca ikinci avtomobil çıxır və ikinci avtomobil də birinci avtomobilə çatanda sözü var idisə, bizim bir düsturumuz var idi, yadınızdadırsa, avtomobillərin sürət fərqini onlar arasındakı ümumi yola bölürük. Deməli, bizim onlar arasındakı yolumuz nə qədərdir? 450 kilometrdir. Bəs avtomobillərimizin sürət fərqi nə qədərdir? 75 çıx 45 bərabərdir 30. Deməli, sürət fərqi 30-dur. Aralarındakı məsafədə 450-dir. 450 bölünsün 30 neçə eləyir? 15 saat eləyir. Deməli, 10 saat birinci avtomobil belə yolda olubdu. 15 saat da belə yolda olubdu. Həmçinin də bu ikinci avtomobil də 15 saat yolda olubdu ki, gəlsin birinci avtomobilə çatsın. Deməli, daha sonra nə deyir? Deyir, ikinci avtomobil birinci avtomobilə çatanda gəldi 15 saata çatdı. Bu da özlüyündə 10 saat əvvəldən idi, 15 saat da sonradan getmişdi. Neçə saat oldu bunun birinci avtomobildən söhbət gedir, getdiyi ümumi saat? 10 üstə gəl 15 saat. Deməli, bu 25 saat ikinci avtomobil buna çatana qədər yol gedibdi. 25 saat yol gedibdi. Və daha sonra ikinci avtomobil birinciyə çatanda birinci avtomatik geri qayıdır. Deyir ki, hə, mənim nəsə yadımdan çıxdı, mən qayıdıram geri. İndi bu yazıq 25 saat getmişdi axı. İndi təzədən 25 saatda qayıtmağına. Getməyi 25 idi, qayıtmağı da nə oldu? 25 oldu. Getməyi 25, qayıtmağı da 25-dirsə, ümumi yoluna nə qədər vaxt sərf eləyir? 25 üstə gəl 25 bərabərdir 50 saat. Deməli, 50 saat bu yoluna vaxt sərf eləyir. Sürəti də nə qədərdir? 45 kilometrdir. İndi keçirəm ikinci hissəyə. İndi mənə nə deyir? Deyir ki, birinci avtomobil məntəqəyə çatanda ikinci avtomobil də dayanır. Buna əsasən birinci avtomobilin getdiyi ümumi yol 50 saat yolda olubsa, sürəti də 45-dirsə, birinci avtomobilin getdiyi yol nə qədər olacaq? 45 vurulsun 50 bərabərdir 2250 kilometr. Deməli, 2250 kilometr yol gedibdi birinci avtomobil. Getməyi və qayıtmağı ikisi birlikdə ya. Sonra deyir ki, buna əsasən birinci avtomobilin getdiyi ümumi yolun uzunluğunun rəqəmlərinin cəmi 2 üstə gəl, 2 üstə gəl, 5 üstə gəl, 0 bərabərdir 9. Rəqəmlərin cəmi 9. Rəqəmlərinin cəmi ilə ikinci avtomobilin 5 saata getdiyi yolun hasili. İkinci avtomobilin də sürətini biz onsuz da bilirik. 75 km sürətlə gedibdir. Və 5 saata da əgər gedirsə, nə qədər?
olacaq bunun ümumi getdiyi yol? 375 kilometr olacaq. Bizdən də bunların, yəni bunun hasilini istəyir. Son cümləyə fikir verin. Deyir, birinci avtomobilin getdiyi ümumi yolun uzunluğunun rəqəmlərinin cəmi 9. İkinci avtomobilin 5 saata getdiyi yolun hasili. 375-i də vururam 9-a, kalkulyatordan hesablayın, olur 3375. Cavab olur C variantı. Başa düşməyənlər bir neçə dəfə baxın, başa düşəcəksiniz. Tələbdə başqa cür də verə bilər. Məsələn, deyə bilər ki, filan avtomobil qayıtdı arxaya, onun qayıtdığı müddətdə də o biri avtomobil yol getdi və bu çatanda o da dayandı. Yəni, o zaman bu 25 saata əgər gedirsə, bu da 25 saat yenə yolda olmuş olur. Yaxşımı? Yəni, başqa bir tələbli məsələlər olsa, bilin ki, bunun 25 saat qayıtdığı yoldursa, bunun da 25 saat getdiyi yoldur. Bu 25 saata məntəqəyə çatanda o da öz məntəqəsinə 25 saata çatacaq. Yaxşımı? Bu başqa bir məsələlərə aiddir. Yenə təkrar edirəm. Bizim məsələmizlə əlaqəsi yoxdur. Yenə də bildirdim sizə. Keçirik 2-yə. Keçdik ikinci məsələyə. İkinci məsələmiz katerlə bağlıdır. Kiçik görünə bilər, amma həlli də kifayət qədər yaxşıdır. Deməli, deyir, kater 2 saat axın ilə yazıram. Hamısını bir-bir qeyd edirəm. Axın ilə neynir? 2 saat gedir. Axına qarşı da neynir? 4 saat gedir. Və cəmi 200 kilometr bunun yoludur. Yəni, bununla bu birlikdə 200 kilometrdir. İndi mən neynirəm? Sonra nə deyir? Deyir, katerin axın ilə getdiyi yol axına qarşı getdiyi yoldan 40 kilometr az idi. Deməli, axına qarşı getdiyi yol daha çoxdur. Axın ilə getdiyi yol isə azdır. Görün, burada özü deyir, katerin axın ilə getdiyi yol axına qarşı getdiyi yoldan nədir? Azdır. 40 kilometr azdır. Yəni, axın ilə getdiyi yol S olanda, axına qarşı getdiyi yol S üstə gəlinsin 40 olacaq. İndi, mən də bilirəm ki, bunların ümumi yolu nə qədərdir? S üstə gəl, neyniyəcəm? S üstə gəl, S üstə gəlsin 40 bərabərdir 200. Mən təklikdə S-imi tapmaq istəyirəm. S bərabərdir, daha doğrusu 2S bərabərdir 160, S də bərabərdir 80. Deməli, mənim axın ilə getdiyim yol nədir? 80-dir. Bəs axına qarşı getdiyim yol nə qədər olacaq? 80-də üstünə 40 gələndə 120 eləyir. Və indi məndən nə istəyir? Deyir, çayın axma sürətini tapın. Yaxşı, tapaq da, deyirsiniz, tapaq. Aha, deməli, düsturla artıq yerinə qoyuram. Axın ilə olanda düsturum nə idi? Kater üstə gəl çay, vurulsun zaman bərabərdir S. Axına qarşı olanda nə idi? Kater çıx çay, vurulsun zaman bərabərdir S. İndi mən deyirəm ki, mənim axın ilə sürətim nə qədər idi? 80 idi. Axına qarşı sürətim nə qədər idi? 120 idi. İndi gətirirəm, düsturla yerinə qoyuram. Kater üstə gəl çay, vurulsun axın ilə getdiyi yol 2 saatdır. Vurulsun 2 bərabərdir 80. Bu tərəfdə də kater çıxılsın çay, vurulsun 4 bərabərdir 120. İndi həll edirəm. Deyirəm, kater üstə gəl çay bərabərdir 82-yə böləndə 40. Kater çıxılsın çay 120-ni də 4-ə böləndə 30. İndi biz bilirdik ki, bizim bir sistem tənliyimiz var idi ki, əgər 2 dənə belə qiymət mənə verirdisə, cavabları toplayıb 2-yə bölüb böyük olanı, yəni katerin sürətini tapırdım. Cavabları çıxıb 2-yə bölüb çayın sürətini tapırdım. Bu, həmçinin sürət məsələlərinə də aiddir. Sürət məsələlərində də kitabımızda belə bir məsələ var idi. Eyni istiqamətlidə 25-ci sual idi, səhv eləmirəmsə. Deməli, kater üstə gəl çay bərabərdir 40. Kater çıx çay bərabərdir 30. Çayın sürətini istəyirsə nə edirdik? Çıxırdıq, 2-yə bölürdük. Yəni 40 çıx 30 böl 2 bərabərdir 5. 40-dan 30 çıxanda 10, onu da 2-yə böləndə 5. Əgər çay 5-dirsə, katerdə 35 olur. Yəni, sabah sizdən katerdə soruşa bilər. Katerdə də 40 üstə gəl 30, 75. 75 də 2-yə böləndə 35 eləyir. Keçdik 3-ə. Keçdim 3-cü suala. 3-cü sual qəbula düşmüş çətin tip kater məsələlərindən yenə də biridir. Burada bəzi nüanslar var. O nüansları çalışın bir yerə qeyd eləyin ki, növbəti dəfə düşəndə çaşmayasınız.
Başlayaq. Deyir saat 08:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 36 kilometr, sonra həmin gölə tökülən axma sürəti 6 km/saat olan çayda 144 km yol qət etməli idilər. 22:00-da iştirakçılardan biri finiş xəttini birinci keçərək qalib oldu. Birinci yerə çıxmış motorlu qayığın öz sürəti ilə axına qarşı sürətinin cəminin rəqəmləri cəminin 3 mislini tapın. Biz də tapaq. İlk növbədə sizə deyim ki, bu məsələdə bir qızıl nüans var. Yəni sizin o məsələni həll etməyiniz üçün qızıl bir nüans var. Bu da gölə tökülən axma sürəti 6 km/saat olan çay. Baxın. Deməli sizin avtomobilləriniz, motorlu qayıqlarınız göldə yarış eləyir. Və daha sonra bu gölə tökülən çayda da gedirlər, yarışlarını davam edirlər. Bu gölə tökülən çay axın ilə gəlir gölə tökülür də və bu yarışçılar əgər göldən çıxırsa, demək ki, axına qarşı gedirlər. Axına qarşı bu çaydır. Bu da yarışçılardırsa, yarışçılar artıq axına qarşı getmiş olurlar. Yəni əsas nüans budur. Və mən deyirəm ki, mənim göldə və axına qarşı yolda ümumi yolum, yəni ümumi zamanım daha doğrusu 08:00-dan 22:00-a qədərdir. Mən deyim görüm, mən ümumi yarışıma nə qədər vaxt sərf eləmişəm? 22:00 çıxılsın 8:00 eləyir 14 saat. Deməli 14 saat mənim yarışıma sərf elədiyim zamandır. İndi biri var göldə sürət, yəni göldə olan, bir də var axına qarşı olan. Göldə mən ümumiyyətlə yolumu tapanda nə edirəm? Kater vurulsun, zaman bərabərdir S. Axına qarşı bəs mən nə edirəm? Kater çıxılsın, çay vur, zaman bərabərdir S. Məndə ümumi yol, daha doğrusu ümumi zaman verilibdirsə, elə mən də nə edeyim? Ümumi zamandan yola çıxıb katerimin yaxud digər yollarımı tapmağa çalışım. Mən deyirəm ki, əgər ümumi 14 saatım verilibdirsə, göldə zamanımı tapım, bir də axına qarşı istiqamətdə olan zamanımı tapım. Bunu da tapanda nə edirəm? T bərabərdir S bölünsün kater. Burada da T bərabərdir S bölünsün kater çıxılsın çay. Və gətirin bunları toplayım. Çünki mən ilk izah eləyəndə nə dedim? Dedim ki, göldə və axına qarşı olan ümumi zaman 14 saatdır. Mən də ona görə göldəki zamanımla axına qarşı zamanımı toplayacağım və 14-ə bərabər eləyəcəm. Yəni S bölünsün kater, üstə gəlinsin S bölünsün kater çıx çay bərabərdir 14-ə. İndi gətirirəm yerinə qoyuram ikinci dəfə. Deməli, göldə nə qədərdir? 36 bölünsün kater, üstə gəlinsin 144 bölünsün kater çıxılsın 6 bərabərdir 14. İndi mən deyirəm ki, kvadrat tənliklə həll eləmək sizə çətin olacaq. Çünki ibtidaidə kvadrat tənlik yoxdur. Ona görə seçmə üsulundan istifadə eləyirik kateri tapanda. Mən fikirləşirəm ki, 36-nı mən nəyə bölsəm, həm 36-ya bölünəcək, həm 144-ə bölünəcək. Yəni 6-nı çıxanda həmin cavabımdan 144-ə bölünəcək. Bu zaman seçmə üsulu 36 bərabərdir 1-ə bölünür 36, 2-yə, 3-ə, 12-yə, 18-ə, bir də 36-nın özünə bölünür. 1, 2, 3 getdi. Çünki mən gətirib 1-dən 6 çıxanda mənfi eləyir. Mənim də elə bir cavabım mümkün deyil. Ona görə 12-dən başlayıram. 36-nı 12-yə böləndə neçə eləyir? Eləyir 3. Okey, 3 deyirəm olsun. Burada da 12-dən 6 çıxanda 6 eləyir. 144-də 6-ya böləndə eləyir 24. 24-ün üstünə 3 gələndə axı 14 eləmir. Demək ki, mənim cavabım 12 deyil. Gətirirəm 18-i yerinə qoyuram. Deyirəm katerim 18, burada da yenə 18. Həqiqətən 36-nı 18-ə böləndə 2, 144-ü də 12-yə böləndə neçə eləyir? 12. Bunların da cəmi 14 eləyir. Deməli, mənim katerimin sürəti 18 km/saatdır. Katerim 18-dir. İndi növbəti hissəsinə baxırıq. Deyir, birinci yerə çıxan motorlu qayığın öz sürəti ilə axına qarşı sürəti. Öz sürəti 18-dir. Axına qarşı nə qədər olacaq? 18 çıx 6 bərabərdir 12. Sürətinin cəmi. Yəni 18 üstə gəl 12 bərabərdir 30. Cəminin rəqəmlərinin cəmi 3 üstə gəl 0 bərabərdir 3. Rəqəmləri cəminin də 3 misli 3 vurulsun 3 eləyir 9. Cavab olur D variantı. Keçirik 4-ə.
Keçdik dördüncü suala. Dördüncü sualı mən sizə asan yolla indi izah eləyəcəm. Bəziləriniz bu tip suallarda çaşırlar, bilmirlər hansı nəfər arasında nə qədər ara lazımdır, yəni iştirakçıları çıxışlarını necə hesablamaq lazımdır. Sadəcə şəkil çəkəcəksiniz. Deyir ki, tədbir 12:00-da başladı. Əvvəlcə direktor 15 dəqiqə çıxış etdi. Daha sonra 7 müəllim hərəsi 8 dəqiqə olmaqla çıxış etdi. Çıxışlar arasında 1 dəqiqə 30 saniyə fasilə oldu. Ən sonunda tədbiri bitirmək üçün yenə direktor 13 dəqiqə çıxış eləyir. Tədbir saat neçədə bitdi? Deməli, mən sadəcə şəkil çəkirəm. İlk növbədə direktor çıxış eləyir. Daha sonra 7 nəfər də çıxış eləyir. 1, 2, 3, 4, 5, 6, 7 nəfər çıxış elədi və sonda da yenə tədbiri bitirmək üçün direktor çıxış eləyir. Tamam. Yazdımı mən bunları? İndi nə edirəm? Deyir, direktor 15 dəqiqə çıxış eləyir. Direktorun 15 dəqiqə çıxışı. Daha sonra müəllimlərin də hərəsi 8 dəqiqə. Birinci müəllim 8 dəqiqə. İkinci müəllim 8 dəqiqə. Üçüncü müəllim 8, 4, 8, 5, 8, 6, 8, 7, 8. Yazdım mı? Sonra deyir, sonda yenə direktor 13 dəqiqə çıxış elədi. Okey, bunu da yazdım. İndi mənə nə deyir? Deyir, fasilələrdə 1 dəqiqə 30 saniyə vaxt gedir. Deməli, hər çıxışdan sonra fasilədə 1 dəqiqə 30 saniyə fasilə gedir. Burada deməli 1 fasilə. Burada 2 fasilə. 3 fasilə. 4 fasilə. 5 fasilə. 6 fasilə. 7 fasilə. 8 fasilə. Deməli, 8 dənə də fasiləmdir. İndi gəlin hesablayaq hamısını, toplayaq. Neyinirik? Deməli, 8 fasiləm var, hə? 8 fasilə. 8-i vururam 1 dəqiqə 30 saniyəyə. Bunu tapanda neyniyəcəm? 8-i vururam elə bir dəfəlik saniyəyə çevirirəm, vururam 90-a. Eləyir 720 saniyə. Bu da eləyir 720-ni 60-a bölürəm ki, görüm 720-nin içində nə qədər dəqiqə var. Bu da eləyir 12 dəqiqə. Deməli, mənim fasilələrim 12 dəqiqədir ümumi. Bu yadımdadır. 12 dəqiqəni buraya yazıram. 12 dəqiqəm getdi. Deməli, 7 nəfər müəllimin hərəsi 8 dəqiqə çıxış eləyirsə, görürsünüz də, burada mən neyləmişəm? Şəkillərini çəkmişəm. 7-ni vururam 8-ə, bu da çıxışlardır. Eləyir 56. 56 dəqiqəm də mənim çıxışlara getdi. 56 dəqiqəmi də çıxışlara yazdım. 15 dəqiqə direktor bir çıxış eləyir. 13 dəqiqədə bir çıxış eləyir. Direktorun da çıxışları 15 üstə gəl 13 eləyir 28. 28 dəqiqədə direktor çıxış eləyibdi. Okey, bunu da neynədim? 28 dəqiqə yazdım. İndi tədbir başladığı müddətdən bu zamanlarımın hamısını toplayıram ki, görüm tədbirim nə zaman bitibdir. Ümumiyyətlə zamanları gəlin toplayaq. 12 üstə gəl 56 üstə gəl 28. Eləyəcək neçə? Eləyir, səhv eləmirəmsə 96 dəqiqə. 12-nin üstünə 28 gələndə eləyir 40, 40-ın üstünə 56 gələndə 96 dəqiqə. 96 dəqiqədə eləyir 1 saat 36 dəqiqə. 96-nı bölürsünüz 60-a. 1 qalıq 36 qalır. Yəni 1 saat 36 dəqiqə mənim tədbirimə sərf etdiyim zamandır. 12:00-da başlayan tədbirim də 1 saat 36 dəqiqə sonra bitirsə əgər 13:36-da bitəcək. Deməli, mənim cavabım olacaq C variantı. Bu qədər sadə, bu qədər asan. Keçdik 5-ə. Keçdik 5-ci suala, deyir rəqəmləri müxtəlif. 3 rəqəmli natural ədədin ən böyük mərtəbəsində duran rəqəmin mərtəbə qiymətindən onluqlar mərtəbəsindəki rəqəmin mərtəbə qiymətini çıxdıqda 650 alınırsa, bu ədəd ən çox neçə ola bilər? Deməli, əgər məndən ən çoxunu istəyirsə, ilk növbədə ən çox deyilirsə 9 yadımıza düşür bizim həmişə. Amma burada 9-dan istifadə eləyə bilmirik. Mənim sizə məsləhətim bu tip suallar olanda bunu variantla işləməyinizdir. İlk növbədə siz fikirləşirsiniz ki, hansı ədəddir ki, onun yüzlük mərtəbə qiyməti ilə, daha doğrusu, onluq mərtəbə qiymətini çıxanda 650 eləsin. Yəni, mənim ağlıma nə gələ bilər? İlk növbədə gələ bilər ki, birincisi 700-dür, ikincisi də 50-dir. Yəni, mən 700-dən 50-nin çıxanda 650 ala bilərəm də. Başqa mənim variantlarda tapa biləcəyim var. Yüzlüyü nədir? 600-dür. 600-dən 50-ni çıxanda eləyir 550. Demək ki, B variantı deyil. C variantında yenə 700-dən çıxıram 40-ı, eləyir 660. Bu da mənə aid deyil. 800-dən D variantını yoxluram. 90-ı çıxanda eləyir 710. Bu da aid deyil. Digəri ümumiyyətlə aid deyil. 400-dən çıxıram 50-ni eləyir neçə? 350.
Aid deyil bu da mənə. Mənə lazımdır 650 olsun. Bir dənə qalır. Cavabım A variantı. Deməli, 650 alınmağı üçün mənim yüzlüyüm olmalıdır 7, onluğum da olmalıdır 5. Təkliyimi də belə ən çox dediyi üçün 9 yazıram. Bu qədər sadə. Keçdik 6-ya. Keçdik 6-cı suala. Deməli 6-cı sualda deyir ki, Zaur ilə anasının yaşları fərqi 30-dur. 6 il sonra Zaurun yaşının 3 qatı anasının yaşına bərabər olacaq. Zaurun anasının hal-hazırda neçə yaşı var? Deməli, necə həll edirik? İlk növbədə deyirik ki, bunların yaş fərqi 30-dur. Əgər yaş fərqi 30-dursa, mən Zaura x verib, anasına da x üstəgəl 30 verə bilərəm. Çünki yaş fərqi 30-dur. Yəni, anası Zaurdan 30 yaş böyükdür. Deyir, 6 il sonra Zaurun yaşının 3 qatı anasının yaşına bərabər olacaq. Okey. Hələ 3 qatı hissəsinə baxmıram mən. Sadəcə deyirəm ki, x üstəgəl 6. 6 il həm Zaurun üstündən keçir, həm də anasının üstündən keçir də. Üstəgəl 6. Və mənə deyir ki, Zaurun yaşının 3 qatı anasının yaşına bərabər olacaq. Özü əgər mənə deyirsə bunu, bəzən burada çaşanlarınız olur və mənə sual verirsiniz ki, müəllimə, mən nə zaman kasıbın yanında olum, nə zaman varlının yanında olum? Baxın, bu zamanda siz sadəcə bərabərləşdirirsiniz. Çünki tələbi artıq özü qoyubdur sizin üçün. Deyir ki, Zaurun yaşının 3 qatı anasının yaşına bərabər olacaq. Mən də onun dediyinə əsasən bərabərləşdirirəm. 3-ə vurub vur, 3 bərabərdir. Tənliyimi həll edirəm. 3x üstəgəl 18 bərabərdir. X üstəgəl 36. 3x çıx x bərabərdir 36 çıx 18. 2x bərabərdir 18, x də bərabərdir 9. Demək ki, Zaurun yaşı neçədir? 9-dur. Bəs ananın yaşı neçədir? 9 üstəgəl 30 bərabərdir 39. Ananın da yaşı E variantı 39-dur. Keçdik 7-yə. Keçdik 7-yə. 7-də çevirmələr verilibdir. Bu çevirmələri sizlə mən birlikdə həll edirik. Deməli, 40 metr, 40 millimetr. Bilirsiniz ki, 1 metrimiz nə qədərdir? 100 santimetrdir və 1000 millimetrdir. 1 metrimiz 1000 millimetrdirsə, 40 metrimiz bəs nə qədər olacaq? 40 vurulsun 1000, üstə gəlinsin 40. O da bərabərdir. Neçə eləyəcək? Eləyəcək 40.000 40. Deməli, 40.000 40 millimetr buradır. 50 desimetr 50 millimetr. 1 desimetrim nə qədərdir? 10 santimetr 100 millimetrdirsə, 50 desimetrim də olacaq. 50 vurulsun 100 bərabərdir 5000 millimetr. 5000 millimetrin də üstünə 50 millimetr gələndə eləyir 5050 millimetr. İndi bunun hansı böyük olacaq? 40.000 40 böyük olar, yoxsa 5050? Təbii ki, 40.000 40 böyük olar. Ona görə A variantı getdi. İndi keçdim B variantına. 23 desimetr 23 santimetr. Təbii ki, bilirsiniz ki, desimetr daha böyükdür. Ona görə B variantı da getdi. Digərində 8 desimetr 15 millimetr, 789 millimetr. 8 desimetr dedim ki, 100 millimetrdir. 8-i vururam 100-ə eləyir 800. 800-ün də üstünə 15 gələndə eləyir 815 millimetr. Burada da 789 millimetr. Bəli, burada müqayisə mənim nə verilibdir? C variantı doğru verilibdir. Digərlərinə də baxaq. Deyir 6 cm 9 mm, burada da 520 mm. 6 cm 9 mm eləyir 69 mm. 520 mm-də santimetrə əgər çevirmək istəsəniz, olacaq 50 cm. Daha doğrusu 52 santimetr elə. 52 santimetr olacaq. Sizcə 52 santimetr böyükdür, yoxsa 6 santimetr 9 millimetr böyükdür? Təbii ki, 52 böyükdür. D variantı da səhvdir. E variantında da bilirik ki, metr desimetrdən nədir? Daha böyükdür. Yəni, metr nə qədər çox olsa, desimetr də o qədər çox olmalıdır. Burada əgər 5 metr versəydi, 50 desimetrə bərabər idi. 50 veribdirsə, bu olur 500 desimetr. Ona görə E variantı da səhvdir. Keçdik 8-ə. Keçdik 8-ə. Deməli, 8-də deyir, kvadratın sahəsi 225 desimetr kvadratdır. Perimetri bu kvadratın perimetrinə bərabər olan düzbucaqlının uzunluğu perimetrin 6-da 2 hissəsinə bərabərdir. Düzbucaqlının sahəsinin 5-də 4 hissəsini tapaq. Deməli, perimetri əgər, daha doğrusu sahəsi
Əgər 225 desimetr kvadratıdırsa, tərəf nəyə bərabər olacaq? Mən deyirəm, hansı iki ədədi bir-birinə vuranda 225 eləyir? A bərabərdir 15 olur. Yəni 15-i 15-ə vuranda 225 olur. Bəzən bu suallarda deyirsiniz ki, müəllimə, bəs mən necə bilim, hardan bilim ki, hansı ədədə vurmalıyam, imtahanda qarşıma çıxsa. Yəni biz necə, sizdə elə. Oturun əzbərləyin. Kalkulyatordan istifadə edin. Deyin ki, 13-ü 13-ə vuranda məsələn 169 eləyir. 14-ü 14-ə vuranda 196 eləyir. 15-i 15-ə vuranda 225, 16-ı 16-ya 256. Bu formada başlayırsınız siz də bizim kimi hesablamağa. Yəni bunu ancaq əzbər yolu ilə. Biz də vaxtı ikən əzbərləmişik bunların hamısını. Yəni o birdən-birə necə vurma cədvəli, bu da onun kimi. İndi ardına baxırıq. Deyir, perimetri bu kvadratın perimetrinə bərabər olan düzbucaqlı. Deməli, perimetri bu kvadratın perimetrinə bərabərdirsə, P bərabərdir ilə kvadratın perimetrini tapım da. 15 vurulsun 4 eləyir 60. Deməli, 60 həm kvadratımın perimetridir, həm də düzbucaqlımın perimetridir. Düzbucaqlımın perimetridirsə və mənə də deyirsə ki, perimetrimin 6-da 2 hissəsi mənim uzunluğumdur, neyinirəm? 60-ın 6-da 2 hissəsini tapıram. Bu da eləyir 20. Deməli, mənim uzunluğum 20-dir. Uzunluğum 20-dirsə, perimetrim də 60-dırsa, mən buradan enimi tapa bilərəm də. Deyirəm, en üstəgəl uzunluq vur 2 bərabərdir 60. En üstəgəl 20 vur 2 bərabərdir 60. Sadəcə yerinə qoydum. 60-ı 2-yə böləndə eləyir 30. En üstəgəl 20 bərabərdir 30. En də bərabərdir 10. Deməli, enim də 10-dur. Məndən nə istəyir? Sahənin 5-də 4 hissəsini. S bərabərdir 20 vur 10 eləyir 200. 200-ün də 5-də 4-ü eləyəcək 160. Yəni, cavabım olacaq C variantı. Bilirsiniz ki, 20 uzunluğum idi. 10 da enim idi, sahəni tapdım və sahənin də 5-də 4 hissəsini tapdım. 200-dən 5-i ixtisar elədim 40, 40-ı da 4-ə vurdum 160. Keçdik 9-a. Keçdik 9-a. 9 da yenə sahə perimetr mövzusunda qəbula düşmüş əjdaha suallardan biridir. Burada da yenə çətinlik çəkənlərimiz var və mən onu yenə də sizin üçün asan bir üsulla izah eləyəcəm. İlk növbədə deyir ki, şəkildə deyir 4 dənə nədir? Kvadratdır və bu kvadratların deyir ümumi olaraq, yəni qara xətlə işarələnmiş, yəni qalın xətlə işarə olunmuş hissələrinin ümumi perimetrini tapın. Yəni bizdən istədiyi figurumuz baxın budur. Yəni bu içəri ilə işimiz yoxdur. Sadəcə bizdən belə rəngləyirəm ki, görəsiz. Yəni qarışdırmayasınız. Baxın, bizdən bu figurun robot oxşuyur bir dənə. Bu figurun perimetrini istəyir. Biz də tapaq bunun perimetrini. İndi içini silirəm ki, bizə çətin olmasın. Deməli, birinci kiçik hissədən başlayıram. Baxın, bu hissədən başlayıram. Buranın perimetri 32-dir. Əgər perimetri 32-dirsə, tərəf neçə olacaq? A olacaq 8. Deməli, A 8 olacaqsa, mən birinci elə deyirəm ki, uzunluq 8. Yazdım mı? Çünki burasını kəsməyibdilər. Bura 8, bura 8. Həmçinin də burada 8 olursa əgər və əgər bunu iki hissəyə bölüb, yadınızda saxlayın ki, bir tərəfin qarşısında belə işarəsi varsa, bu deməkdir ki, bu tərəfə bərabərdir. Yaxşımı? Bunu yadınızda saxlayırsınız. Yəni, demək ki, bu tərəfdə iki hissəyə bölünübdür. Əgər ümumi olaraq 8-dirsə, demək bura 4 düşür, burada həmçinin 4 düşür. Demək, bu biri tərəf də 4-dür. İndi, keçirəm digər tərəfimə. Bura neçədir? P bərabərdir 80-dir. A da bərabər olacaq 20-yə. Deməli, tərəfim 20-dir. Kəsilməmiş hissələrinin işim yoxdur. Elə 20, 20 yazıram. Yazdım. Bu da digər qaydam kimi. Tərəfim əgər ümumi olaraq 20-dirsə və bu tərəfim bu tərəfə bərabərdirsə, neyinirəm? Deyirəm, bura 10-dur, bura da 10-dur. Yadınızda saxlayırsınız. Buranı silirəm ki, bizə çaşdırmasın. 10, 10. Həmçinin burada 10, burada 10, burada 10. Niyə yazıram? Çünki sonra köməyimizə çatacaq. Həmçinin burada 4, burada 4 yazmışam. Keçdik bu birisinə. Perimetr neçədir? 44-dür. Tərəf neçə olacaq? Tərəf də olacaq 11. Yenə. Mən burayla işim yoxdur, burayla işim yoxdur. Burada bərabərdir və iki hissəyə bölünübdürsə, 5/5 bura, 5/5 bura. Həmçinin 5/5 bu hissəm də 5/5 eləyir. Tapdımmı mən bunları? İndi böyük kvadratıma keçirəm. Böyük kvadratımın tərəfi neçədir? 144-dür.
P bərabərdir 144. Bəs onda, daha doğrusu perimetr 144 isə tərəfi də olur 144-dür. 4-ə böləndə 36. İndi mən görürsünüz, tam deyə bilmirəm ki, 36-dır hər tərəfi. Yəni bunu belə gətirib deyə bilmirəm ki, 36-dır. Çünki axı yuxarısında da bir çıxıntısı var bunun. O zaman mən nə edirəm? Sadəcə bu uzunluğu çıxıram 36-dan. 36 çıx 8 bərabərdir eləyir neçə? 28. 28-i də böləcəm 2-yə. Çünki 2 dənə bərabər hissəyə bölünübdür. Burada 14, burada 14. Yazdım bunu. İndi keçirəm yan tərəfə. Əgər bu yan tərəf də bura qədər 36-dırsa və bunun bir tərəfi 5/5-dirsə, bu qalan tərəf nə qədər olacaq bəs? 30/5 olacaq. Buranı da tapdım. Demək ki, indi içəri hissə artıq mənə lazım deyil. Yaxşımı? Lazım deyil. Yəni, buralar artıq mənə lazım deyil. Sonra, həmçinin də buralar mənə lazım deyil. 30-u qəşəng yazım ki, biləsiniz. 30/5 elədi. Tamam, buranı da tapdım. İndi keçdim bu biri tərəfə. Yenə bu biri tərəfim də əgər 36-dırsa və bu tərəfim də 10-dursa, onda bura nə qədər olacaq? Olacaq 26. Buranı da tapdım. Buranı da silirəm ki, mənə mane olmasın. Burada oldu 26. İndi keçdik bu tərəfə. Baxın bu tərəfə. Mən dedim ki, bura 10 idi. Burada yenə 5/5 idi. Bayaq sildiyim şəklə baxa bilərsiniz. Əgər bura 5/5, bura 10-dursa, mən də deyirdim ki, bu tərəfimdə yenə nədir? 36-dır da. Böyük kvadratımın tərəfi 36-dır. 5/5-in üstünə 10 gələndə neçə eləyir? 15/5. 36-dan da çıxıram. 15/5-i neçə eləyəcək? Eləyəcək 10 tam, daha doğrusu 20/5. Deməli, bu kiçik hissəm də 20/5 eləyir. İndi neynirəm mən? Gətirirəm, hamısını bir-bir toplayıram. Sildim hər tərəfi və gördünüz ki, tərəflərimi tapdım. İndi çöldə qalan tərəfləri başlayıram toplamağa. Başlayıram buradan. 14 üstə gəl 4, üstə gəl 8, üstə gəl 4, üstə gəl 14, üstə gəl 26, üstə gəl 10, üstə gəl 20, üstə gəl 20, üstə gəl, bu tərəflərdə bilirsiniz ki 10, burada 5/5-dir. Üstə gəl 10, üstə gəl 20/5, üstə gəl 5/5, üstə gəl 11, üstə gəl 11, üstə gəl 5/5, üstə gəl 30/5. O da bərabərdir. Kalkulyatordan istifadə edirsiniz və hamısını hesablayırsınız. Cavabınız olur 214. Yəni A variantı. Yəni sadəcə hesablayırsınız. Mən sizə üsulunu öyrətdim ki, hansı üsulla tapa bilərsiniz. Yəni tərəfini tapdınız, daha sonra da bu verilən xəttlərə əsasən tərəflərini bir-bir yazırsınız və hesablayırsınız. Mən yavaş-yavaş izah elədim. Deyə bilərsiniz ki, hə müəllimə, bunu imtahanda biz bu qədər saat hesablasaq, bizim görün nə qədər vaxtımız gedəcək. Yox, bunu bir-iki dəfə özünüz hesablayın, mən dediyim üsulla. Mən yavaş-yavaş hesab elədim ki, sizə başa sala bilim bu mövzunu ki, necə yəni hesablamalısınız bu tip məsələləri. İndi özünüz başqa bir məsələnin üstündə açın fez kitabını. Fez kitabında başqa tapşırıqlar var bu tiplərə aid. Sahə perimetr ya 2-dədir, ya 3-dədir, səhv eləmirəmsə. Açırsınız, bir-bir hesablayırsınız. Görəcəksiniz ki, həqiqətən də asandır. Yaxud da İsaməddin müəllimin ödənişsiz canlısı var idi. Bu yaxınlarda keçmişdi. Həmin hissədə də baxa bilərsiniz. Keçdik ona. Onda deyir ki, kassada 10 manatlıq və 20 manatlıqlar var. 200 manat pulu kassiyer neçə üsulla xırdalaya bilər? Bu suallarda da çaşanınız var ki, burada bir nüans var. İndi onu biz hesabladıqca mən sizə deyəcəm. Bir 10 manatlıq var, bir də 20 manatlıq var. Və mənim də 200 manatlığım var. 200 manatlığı məndən deyir ki, 10 manatlıq və 20 manatlıq olan pullarla necə xırdalaya bilərsiniz? Demir ki, yalnız 10 manat və 20 manat olmalıdır. Sadəcə deyir ki, 10 manat da var, 20 manat da var. Necə xırdalayaq biz bunu? Mən deyirəm ki, ilk növbədə bir dənə mən bura 10-luq yazsam, burada olur 190. Axı 190 20-yə bölünmür. Deməli ki, mən 2 dənə 10-luq, 8 dənə, daha doğrusu 9 dənə 20-likdən istifadə edəcəm. Çünki 2 dənə 10-luğum neçə eləyir? 20. 9 dənə də 20-liyim eləyir 180. Toplayanda neçə eləyir? 200 elədi. Yenə 3 dənə yaza bilmirəm. Təkliklərdən istifadə eləmirəm. Çünki 20-lik varsa,
Mən necə istifadə edeyim təklifdən? 30 manatı götürdüm, yaxşı, onluq elədim. 30 onluq oldu. Bəs digər 170-i mən necə 20-liyə çevirim? Demək ki, alınmır. Təkliflər alınmır. 4 dənə onluq, 8 dənə 20-lik. 6 dənə onluq, 7 dənə 20-lik. 8 dənə onluq, daha sonra 6 dənə 20-lik. Həqiqətən 8-i ona vuranda neçə eləyir? 80. 6-nı da 20-yə vuranda 120. 80-in də üstünə 120 gələndə 200 eləyir. Yenə 10 dənə onluq, neçə dənə? 5 dənə 20-lik. Sonra 12 dənə onluq, daha sonra neçə dənə olacaq? 4 dənə 20-lik. Sonra 14 dənə onluq, 3 dənə 20-lik. Yəni 14-ü ona vuranda 140, 20-ni də 3-ə vuranda 60. 16 dənə onluq, 2 dənə 20-lik, 18 dənə onluq, daha sonra 1 dənə 20-lik və 20 dənə onluq, 0 yüzlük. Bura qədər gəlirsiniz, deyirsiniz ki, müəllimə, mən tapdım 10 üsulla hesablama. Xeyr, əgər mən hamısını onluqla hesablaya bilirəmsə, bu o deməkdir ki, hamısını 20-liklə də hesablaya bilərəm də. Yəni mən bu dəfə də 20-liyə 0, daha doğrusu onluğa 0 verib, 20-liyə də nə verə bilərəm? 10 verə bilərəm. Neçə dənə üsulum olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə üsulum olacaq. Yəni, əgər mən 20-liyə 0 verib, baxın, 0 verib, onluğa 20 verib, 200 xırdalayıramsa, eyni formada onluğa 0 verib, 20-liyə də 10 verib, yenə 200-ə xırdalaya bilərəm. Cavabım olacaq C variantı. Bugünlük mövzumuz bu qədər. Güman edirəm ki, yeni nələrsə öyrəndiniz. Ödənişsiz dərsimizi bəyəndinizsə, rəylərdə nəticələrinizi və xoş sözlərinizi yazmağı unutmayın. Videomu da bəyənsəniz daha xoş olar. Növbəti dərslərdə görüşərik. Hələlik.